Allah Taala Qurani-Kərimdə bizə cənnət və cəhənnəm əhlini vəsf edir, onların hadisələrindən danışır. O səhnələrdən biri behişt əhli barəsində olan bir dialoqdur, bir sözdür ki, Allah Taala deyir ki, mələklər behişt əhlinə salam verərlər. Onlar ki, behiştə daxil olublar, cənnətə daxil olublar, onlara salam verərlər. Necə salam verərlər, onu vurgulayır. Buyurur, deyərlər, salamun aleykum, sizə salam olsun. Niyə görə? Nə üçün mələklər onlara salam verirlər ilk növbədə? Səbəbini vurgulayır. Salamun aleykum bima səbərtum. Səbr etdiyinizə görə. Fənə'mə uqbəddar. Necə də gözəl yerdə məskunlaşmısınız. Doğrudan baxın, diqqət etdiyimiz zaman Allah çox incəliklə danışır. Görürük ki, demir namaz qıldığınız üçün, demir oruç tutduğunuz üçün, demir filan kəsə yaxşılıq elədiyiniz üçün, demir kiminsə əlindən tutduğunuz üçün, demir filan uğuru qazandığınız üçün, demir filan proqramda söhbət elədiyiniz üçün, demir filan yaxşı proqramı dinlədiyiniz üçün. Bunların heç birini demir. Deyir, səbr etdiyiniz üçün. Niyə? Çünki səbr etmək o qədər önəmlidir ki, digər o yaxşı əməllərin hamısının o arxası və dayağıdır. Yəni o səbr olmasa, nə namaz olar, nə oruc olar, nə veriliş çəkilər, nə veriliş dinlənər. Hamısında səbr istənir. Nə kimsəyə yaxşılıq eləmiş olar. Bütün xeyir və yaxşılıq işlərin kökündə, arxasında səbr etmək dayanır. Səbr etməyin bəhrəsi və nəticələri də olar hamısı. Ona görə Allah Taala bu kilid mətləbdir, nöqtədir ki, deyir ki, mələkləri vasitəsilə salamun aleykum bima səbərtum. Salam olsun sizə səbr etdiyinizə görə. Cənnət əhli. Səbr etdiyinizə görə cənnətə düşürsünüz. Bu axirət savabıdır. Amma elə dünyada da bu cür. İnsan axirətdə sonda düzdür, çox önəmli bir zəfərdir insan üçün. Cənnətə düşər və orada mələklər tərəfindən salamlanar. Amma bu dünyada da insan səbirli olmalıdır və onun bəhrələrini bu dünyada da insan görə bilər və görür, əgər doğrudan səbr edir.